yeni dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, əmək məcəlləsində həmin ödənişlər həyata keçirilən zaman saatlıq ödəniş anlayışından istifadə olunacaq və nəticədə iş saatları nəzərə alınmaqla ödənişlərin həyata keçirilməsi reallaşacaq. Bəzi hallarda vətəndaş bütöv iş günü deyil və ya iş günləri deyil, sadəcə bir neçə saat işləyir. Məsələn, bayram günlərində və ya qeyri-iş günlərində eyni zamanda təbii ki, işdən sonra bir neçə saat işlə məşğul olur. Amma onun həmin saatlarla işlədiyi saatların hesablanmasında müəyyən çətinliklər var. Saatlıq vəzifə maaşının məcəlliyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi. Belə ki, bəzi hallarda iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər vətəndaşımızın adi günlərdə iş saatlarında saatlıq iş saatları üçün ödənilən vəsait 25 manatdırsa, həmin vətəndaşımız işdən sonra overtime olaraq çalışıbsa, 3 saat ərzində çalışıbsa, bu zaman artıq həmin vətəndaşımızın hər bir saatın ödənilən ödənişin həcmi artıq 25 manat deyil, 50 manat olacaq. Nəticədə bu imkan verəcək ki, bu hallarda vətəndaşımız 3 saat ərzində çalışıbsa, həmin 3 saata görə 150 manat əlavə ödəniş ala bilsin. Bu baxımdan bir tərəfdən çalışılan saatlara görə ödənişin həyata keçirilməsi reallaşacaq. Əslində sözü gedən günlərdə və saatlarda çalışan insanların 2 dəfədən çox əmək haqqı ala biləcəyinə şərait yaradan bu dəyişiklik işə daha böyük həvəs yaratmağa da imkan verəcək. Hafiz Əliyeva, Rahim Əkramoğlu, Elşad Heydərov, NTV Xəbər.